Salam dəyərli tələbələrim, mən rəsm müəlliminiz Zahid Vətənə. Bu günləri isə Avqust, yəni antik baş heykəlin necə işlənməsi, kampanovkasından necə sürətli formada işləyəcəyiniz barədə sizə məlumatlar verəcəm. Karandaşınızı, vərəqinizi hazır saxlayın. Gəlin bir yerdə işləyin. Bəli, bu günləri Avqustdur. Antik baş heykəllərdən Avqustu işləyirik. Mən ölçü nisbətlərindən digər heykəllərdən fərqli olaraq Avqustda 1-in 1,5-ə, yəni 2-in 1-ə nisbəti yoxdur. Digər heykəllərdən fərqli cəhəti də odur. Tam vərəqin mərkəzində yerləşdiririk. Baxın, burada eyninin uzunluğunu təyin edirəm və eyni uzunluğunu təyin etdikdən sonra da onu bildiyimiz eyni qayda ilə çərçivəyə alırıq. Burada ən enli hissə və ən hündür olan hissələr nəzərdə tutulur. Yəni bizim bu işimiz bu kubdan, düzbucaqlıdan qırağa çıxmamalıdır. Və burada müstəvi anlayışı da öz yerini saymaqdadır. Deməli uşaqlar, burada müstəvi nəyə görə önəmlidir? Müstəvinin önəmi odur ki, biz işimizin havada qalmamağını hiss elətdiririk. Yəni müəllim baxır, görür, müstəvi işləmir. Bu tələbə yəni rəsmdən anlayışı yoxdur. Bir obyekti nəyinsə üzərində, müstəvi üzərində saxlamağı bilmir, uduzdurmağı bilmir. Yəni elə bir işiniz havadaymış kimi görsən. Yəni burada diqqətli olun. Yəni antik baş heykəldə bunun kimi nüanslara da fikir verirlər. Və burada nisbətlərə fikir verdim. Biz qızıl ölçü kimi 3 bərabər hissə deyirdik. Alnından, qaşdan buruna, burundan da çənəyə olan nisbəti. Amma gördüm ki, burada antik baş heykəllərdən Avqustdan fərqli olaraq saç hissəsi də, onun fasad hissəsi də bu üçlü 5 əsas eynilik təşkil edir. Burada da eskizdə də göstərirəm. Bu videolar digər videolardan fərqli olaraq səsli formada izah edə bilmədim. Müəyyən səs-küylüklərə görə bu formada eləmək istədim. Həm də sizin biraz fərqli olsun. Və burada biraz video həm də sürətləndirdim. Çalışın ki, mənimlə bir yerdə işləyin və diqqətli olun tələbələr. Digər videolardan da əvvəlcədən baxmaq istəyirsinizsə, playlistdə görə bilərsiniz. Artıq burada formanı, ümumi kampanovkanı verirəm. Dəyərli tələbələr, kampanovka çox önəmlidir. Siz bir dəfə ağız buruna başlamayın işləməyi, ümumi çərçivəni qurun. İstərsiniz tələbələrin əksəriyyəti deyir ki, müəllimə, bunu mən qurmasam da olar. Zaten eyni şeydir, falan bəs məkan. O qədər mənasız söhbətlər eşidirəm. Baxıram sadəcə tələbəyə. Çünki mən bu yollardan keçmişəm, məndə də bu sual yaranıb, mənim üçün də bəzən mənasız gəlib, amma görürəm ki, həqiqətən bu elə deyil. Əgər sən rəssamdırsan, rəsm kursuna gedirsənsə, sən bu əsas nüansları bilməlisən. Bizi digər insanlardan fərqləndirən cəhət odur. Biz nəyi nə üçün çəkdiyimizi bilirik. Onlar sadəcə gördüklərini köçürürlər. Rəssamlar isə bunu dərk edərək, başa düşərək işləyirlər. Hər bir xəttimizin bir mənası var. Onun üçün də çalışın ki, qurma xəttlərlə işləməyi öyrənin. Akademik işləmək qurma xəttlərlə işləməkdir. Sürəti olduğu kimi köçürmək əlbəttə ki, asan deyil. Siz öz işinizi əslində çətinləşdirirsiniz. Biz asan yolu göstəririk. Yəni seçim sizindir və əsasən əlbəttə ki, normal bir insan asan yolu seçər. Buna görə bu xırda nüanslara fikir verək. Artıq başlayıram. Ümumi çərçivənin yerini qoyuram. Xırda görürəm eyniliklər harda təşkil edir. Fasadın bitiş nöqtəsi ən hündür, ən enli hissə ilə bərabərlik təşkil edir. Baxın, burada da sizə göstərirəm. Buradakı xəttlər dəyişə bilər. Konkret deyil, sadəcə ümumi yerini qoyuram. Bunu etməklə çox qabağa getmiş oluram tələbələr, dəyərli tələbələrim. Çünki artıq mən nə üçün etdiyimi bilirəm. Haraya qədər gedəcəyimi planlaşdırıram və ona görə hərəkət edirəm. 2 saat ağız burnu çəkməklə vaxt itirmirəm. Burada siz vaxtla necə deyim, çabalayırsınız. Vaxt burada sizin üçün çox önəmlidir. Yəni hər bir tələbə, hər bir müəllim istəyər ki, uğurlu bir nəticə əldə etsin. Ona görə də biz bu xırda nüanslara fikir verək. Və burada gicgah pay hissəsinə bölürəm. İnsan üzü kub kimidir uşaqlar. Ön hissəsi kubun ön, arxa hissələr isə yan tərəfləri kimi fikirləşin. Burada artıq burnun yerini təyin edirəm. Burnun yerini təyin etdikdə avtomatik gözün də yerini təyin etdikdə ağzının yerini təyin etmiş oluram. Burada burnun ümumi qurma qaydasını göstərirəm sizə. Hər bir heykəldə bu dəyişir. Hər bir insan işləyəndə də, siz portret işləyəndə də bu ölçülər, nisbətlər əlbəttə ki, bir-bir dəyişəcək. Təqribi ağzının yerini görürəm.
Birinci gözüm, sonra ağzımın yerini qoyuram. Fərqlidir. Həndəs figurlardan istifadə edirəm. Sınıq xəttlərdən istifadə edirəm. Burada konkret deyil, ovallıq yoxdur. Tələbələr bir dəfə başlayırlar xəttləri kəskinləşdirməyə, dəqiqləşdirməyə, amma onu düz 3 dəfə pozurlar. Mən isə yumşaq xəttlərdən, həndəs figurlardan istifadə edirəm. Öz işimi asanlaşdırıram, bəsitdir. Bəsit formaya gətirirəm. Öz işimi çətinləşdirmirəm. Baxın, bu formada mərkəz xəttdən daha da dəqiqləşdirirəm. Siz ümumiyyətlə heykəl, antik daş heykəl işləyəndə siz burada xarakter tutmaya çalışmalısınız. Yəni burada heykəli oxşatsanız, onun xarakterini tutsanız, onun üçün də bir 50 bal gələcək sizə. Heykəl işləyəndə bir dəfə alınmaya bilər, 2 dəfə alınmaya bilər. Dəfələrcə çəkməlisiniz, dəyərli tələbələrim. Yəni hərə deyir, hə mən bir ay ərzində neçə dəfə çəksəm öyrənə bilərəm. Həqiqətən dərk edərək çalışmaya, işləməyə çalışın. Bir növrədən başlayın. Necə ki mən playlistdə bir atmışam, hətta xətt çəkməyin önəmindən də hətta danışmışam. Ümumi bütün qaydalardan növbə ilə danışmışam, sonra antik baş heykələ çatmışam. Burada kanalı izləyən digər tələbələrim də bilir. Onun üçün də növbə ilə heykəllər işləyirəm. Digər videomuzda isə qatəməlatı işləyəcəm. İndi diqqətcə inanıram ki, mənimlə bir yerdə işləyirsiniz. Karandaşı necə istifadə etdiyimi, necə yonduğuma baxın. Yəni adi formada tutmuram karandaşı, sanki karandaş tutulmuş kimi deyil. Rəssam kimi tutmalısınız. Elə həmçinin karandaşı necə istifadə etdiyinizdən də rahatlıqca atdığınız xəttlərdən bilinəcək. Xəttlərin keçidləri nisbətən tünddən açığa doğru, açıqdan tündə doğru ola bilər. Eyni tonda saxlamayın, çünki siz çaşa bilərsiniz. Bilməzsiniz ki, hə bu xətt hansı xəttidir? Çaşıb digər düz xətti poza bilərsiniz. Ona görə mən hər dəfə işləyəndə nisbətən digər xəttləri digərlərinə nisbətən tünd formada fərqləndirirəm və bu mənim işimi daha da asanlaşdırır. Artıq başlayıram gözün ümumi yerini qoymağa. Qalınlıqları qoyuram. Artıq keçdim digər gözə, sol gözə və orada da yeniliklər təşkil edir. Baxın, gördüyünüz kimi xəttlər hələ konkret deyil. Tələbələr bir dəfə başlayırlar onu qaraltmaya, tündləşdirməyə. Hələ heç bir şey dəqiq olmur. İndi isə mən əlavə xəttlər üçün pozum, daha konkret görməyiniz üçün. Biraz da saçı daha da çoxaldıram ön hissədən. Artıq burada indi xəttləri daha aydın formada görürsünüz, amma hələ də konkretlik yoxdur. Təqribən video mənim üçün 20 neçə dəqiqə başa gəldi və mən 20 neçə dəqiqədə iş bitirdim. Demək olar ki, sadəcə əsas hissələr qalıb. Belə normalda tələbələr 20 neçə dəqiqə sadəcə gözündə, burnunda vaxt itirirlər. Amma ümumi işləməyə gələndə deyir ki, müəllimə, hələ ona qalıb. Deyirəm, ümumi işləməlisən bunun hamısını, sonra xırda detalları keçməlisən. Xırdaçılıq bu qədər də sizə vaxt qazandırmayacaq dəyərli tələbələrim. Tam əksinə, vaxtınızı itirəcəksiniz və heç bir şey qüsursuz deyil. Əsas məqsədimiz uğurlu formada işimizi yekunlaşdırmaqdır və ümumi baxmaqdır. Burada da əlavə xəttlər pozuram. Digər xəttləri əlavə edirəm və işimi daha da konkretləşdirirəm. Yenə diqqətlə ölçülərin nisbətlərinə hər dəfə baxmalısınız, hər dəfə müqayisə etməlisiniz. Arada durun, imtahanda sizə deməyəcəklər ki, oturduğun yerdən durma, qətiyyən. Rahat formada uzaqdan işinizi müqayisə edin, baxın. Digər işlərə baxmayın, çox da müdaxilə etməyin. Sizi geriyə atar o, biri bir söz deyə bilər ya da nəzərçi çox ilişə bilər sizə. Yəni problem yaradarsınız özünüzə, çalışın, öz işinizə baxın. Uzaqdan, yaxından da gedib baxa bilərsiniz, başqasının işinə məşğəlçilik etmədən daim müqayisə formada işinizə baxın. Sağdan baxın, soldan baxın, daim çalışın ki, baxın, yəni hər dəfə bir yerdə dayanmayın. Gözünüz yorula bilər, işlədiyiniz sizin gözünüzə qüsursuz, əla görsənə bilər. Bu normal bir şeydir.
Ona görə də çalışın hər dəfə müşahidə edin. Rəssamın zaten güclü müşahidəçi qabiliyyətidir. Gördüyünü əks etdirməkdir və bunu başa düşərək hərəkət etməkdir. Burada da əlavə xəttlər pozuram, artıq konkretləşdirirəm. Bu da bizim Avqust. Heykəllər işləyəndə, ümumiyyətlə antik baş heykəli işləyəndə mən həmişə biraz xəfif formada tonlamalar verirəm. Bildiniz yəni, neytralı biz vurmurduq ümumi. Onu vurmazdan əvvəl mən həmişə biraz tonlama vururam. Ümumi ən gördüyüm, ən tünd olan hissələrə biraz nəsə ton vururam. Burada da onu görürsünüz. Xəfif formada edirəm bunu. Sonra başlayıram neytralı vurmağa. Bunu həmişə qurma prosesində, komponovkada eləyirəm. Ştrixləmənin buna adiyyatı yoxdur. Ştrixləyəndə artıq həmin hissələr daha ön planda olur və əlavə işıq kölgəni təyin edirəm pozan vasitəsilə və artıq başlayıram mərhələli formada, 3 mərhələli formada başlayıram ştrixləməyə. Ştrixləmə ilə də bağlı Veneranın ştrixlənməsi videosu da playlistdə də qeyd etmişəm, sabitləmişəm oradadır. Orada da bir-bir videolarda baxa bilərsiniz. Burada artıq görürsünüz ki, tonlama edirəm. Əlavə xəttlərdə həmçinin pozuram. Biraz tonlama edirəm. Bu formada yavaş-yavaş videomuz yekunlaşır. Qatı məlazı işləyəndə daha aydın formada çalışacağım kameradan görsünüz. Çünki bəzi tələbələr qatı məlazda işləyəndə çətinlik yaşayırlar. Avqustda bir o qədər yox. Sadəcə Avqustu oxşatmaqda çətinlik yaşayırlar. Avqustun oxşatmanın tək bir şeyi var uşaqlar. Onun burnun bir də göz formalarını tutuzdurmaqdır, gözləri oxşatmaqdır. Ümumiyyətlə biz siz portretdə işləyəndə insanların gözlərini oxşatmaya çalışın. Gözü tutuzdurdunuz, onun xarakterini tutmuş, burnunu, formasını tutuzduranda artıq onun xarakterini tapmış olursunuz. Yəni daimi formada dəyişməyən təkcə insanın gözüdür. Bu da onun heykəllərə də bu aiddir. Baxın, ümumi tonlama vururam. Baxın nə qədər iş ön plana çəkilir. Hələ bu qurma qaydasıdır. Hələ ştrixləməyə başlamışam. Sadəcə ümumi ton vururam. Yəni ən tünd gördüyüm hissələrə. Bu da artıq ştrixləyəndə mənə daha arxayınçılıq yaranır. Yəni ay demirəm, ay hələ mən indi qurmuşam, hələ heç nə bilmirəm, neyim, vahiməyə zad düşmürəm. Çünki hər bir şeyin növbəsi var uşaqlar. Hər bir şeyin öz axarı var. Əlbəttə ki, bu sabitdir, qoruduqda isə biz uğurlu nəticə əldə edəcəyik. Burada artıq akademik işlə işləməliyik. Gələcəkdə hansı üslubda işləyəcəksiniz, bunun ondan dəxlisi yoxdur. Amma sizə bir şərt var ki, imtahanda bu formada işləməlisiniz. Daha uğurlu formada işiniz qiymətləndiriləcək. Bəzi tələbələr deyir ki, mənim üslubum budur. Amma sənin üslubunu hələ üslub cəhətdən inkişaf etməmisən. 2-3 dənə şəkil çəkməklə heç kim rəssam olmur, təəssüf ki. Rəssamlıq çox başqa bir dəryadır və bunun rəssamlığa həvəsi olanların da başqa bir hörmətim var. Çünki onlar istəyirlər, istəmək, həvəs etmək, çalışmaq başqa bir mərhələdir. Amma 2-3 dənə də işləməklə də uğurlu nəticə əldə etməzsiniz. Daimi formada işləyin. İnanıram ki, uğurlu nəticə əldə edəcəksiniz. Çünki siz çalışanlardan və bacaranlardan olacaqsınız. Baxın bu formada. Dəyərli tələbələrim, artıq antik baş heykəlimizin qumbası, komponovkası hazır. Xəfif formada da tonladım və hazır. Digər videomuz isə qatı əməliyyatı olacaq.